şair publisist Süleyman Əlisanın Qürbət Cənnət olsa da adlı kitabının təqdimatı olub. Qeyd edək ki, kitab Sankt-Peterburqda yaşayan həmyerlilərimiz, tanınmış ictimai xadim, xeyriyyətçi iş adamları, məşhur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolundan bəhs edir. Kitabda Qasımovlar ailəsinin milli mənəvi dəyərlərə söykənən yaşam tərzi ilə yanaşı qəsəbənin tarixi, keçmişinə də işıq salınır. Ərkivan Xeyriyyə Cəmiyyətini, onun üzvlərini təbrik edirəm. Çox gözəl işlər görürsünüz. Mən saytlardan izləyirəm sizin gördüyünüz işlərinizi. Arzu edirəm ki, bu xeyriyyə cəmiyyəti böyüsün. Bu xeyriyyə cəmiyyətini artıq böyütmək lazımdır rayon miqyasında. Və bunun daha çox əhəmiyyəti ola bilər məncə. Hərənin öz yolu ilə xeyriyyə işləri görülür. Mən də öz xeyriyyə işlərimi əlbəttə ki, qələmimlə görürəm. 2000-ci illərdən başlanan bir proses bu yaxınlarda başa çatdı. Gözəl bir kitab alındı. Qürbət Cənnət olsa da. Burada, bu kitabda Cəfər müəllim dedi, təkcə ərkivan deyil. Kitabda nümunəvi ailə modeli yaranmışdır. Əsas məsələ budur. Məşhur müəllim və onun ailəsi nümunəsində nümunəvi ailə modeli yaradılmışdır.